Salam əziz izləyicilər. Biz bu günlərim Qurani-Kərimin möcüzəliyindən danışacağıq. Düzdür, möcüzə Quran elmlərinin sahəsi deyil. Yəni bu möcüzə mövzusu sırf kəlamı bir mövzudur. Bu kəlamda geniş bəhs olunur. İnşallah Allahın köməyi ilə kəlamla bağlı, kəlam elmi ilə bağlı çəkilişlər eləyəndə möcüzə ilə bağlı geniş biz söhbət eləyəcəyik. Ümumi danışacağıq. Möcüzə ümumiyyətlə Peyğəmbər nə vaxt möcüzə göstərir? Peyğəmbər niyə möcüzə göstərməlidir? Möcüzənin mahiyyəti nədir? Funksiyaları nədir? Bunların geniş mövzusu kəlam elmində müzakirə olunur. Biz ümumi xülasə deyib üstündən keçəcəyik. Möcüzə sözü i'caz sözündəndir və bir kəsə aciz görmək və yaxud aciz qoymaq mənasındadır. Və Peyğəmbərin də belə deyək də kəlam elmində inşallah bəhs edəcəyik. Kəlam elmində bu cürə müzakirə olunur ki, Peyğəmbərin göstərdiyi xariqül-adə işə möcüzə deyirlər. Yəni imam qeyri-adi bir iş göstərsin, fərqli bir dənə bir iş göstərsin, ona möcüzə deməzlər. Kəramət deyər bəzi alimlərin nəzərinə görə, ona kəramət deyirlər. Amma bu Peyğəmbərin göstərdiyi iş nübüvvətliyinin isbatı olduğu üçün bu işin adına möcüzə deyirlər. Və Qurani-Kərimin biz ecazından danışacağıq, möcüzəliyindən danışacağıq. Biz Qurani-Kərimin həqiqətən Allah tərəfindən göndərilib, yoxsa bu bir bəşəri bir kitabdır, bizə bu lazımdır. Yəni bizim üçün sübuta yetirilməlidir, isbat olunmalıdır ki, bu bəşəri bir kitabdır, yoxsa ilahi bir kitabdır. Yəni bir möcüzə, Quranın bir möcüzəsi bizim üçün aydın oldusa, ikinci möcüzəsi bizim üçün aydın oldusa, kifayət eləyir. Daha digər əlavə başqa bir dənə də möcüzə lazımdır. Yenə də bir dənə möcüzə lazımdır. Yox, ehtiyac yoxdur. Möcüzə nə üçündür? Möcüzə bunun üçündür ki, biz bilək ki, həqiqətən bu Allah tərəfindən deyilən bir sözdür. Allah tərəfindən göndərilən bir sözdür. Bu kitab Allahın kəlamıdır, məsələn. Bu bizim üçün sabit oldu, kifayət eləyir. Yəni bir dənə möcüzə, iki dənə möcüzə bizə kifayət eləyir. Biz ümumi Quranın ecazından danışacağıq. Quranın möcüzəliyi, möcüzə cəhətləri çoxdur Qurani-Kərimin və hansısa alim durub Quranın bütün möcüzələrini dursun, qələmə alsın, bu mümkün deyil. Çünki Qurani-Kərim özü sirli bir kitabdır. Bu illərlə, əsrlərlə Quranın nə qədər açılmayan sirləri var ki, qiyamətəcən açıla-açıla sirləri gedəcək və son həddə İmam Zaman ağa zuhur eləyəndə Quranın bütün o açılmayan möcüzələrini, sirlərini insanlara açacaq, izah eləyəcək. Biz isə ümumi, yəni qısa Quranın bəzi möcüzəvi cəhətlərinə toxunacaq və bununla da biz söhbətimizi tamamlayacaq. Deməli, Qurani-Kərim biz bilirik ki, hər bir peyğəmbərin özünə məxsus möcüzəsi olub. Həzrət Musanın möcüzəsi olub, özünə məxsus. Həzrət Nuhun özünə məxsus möcüzəsi olub. Həzrət İsa'nın möcüzəsi olub və orada yaşayan insanların tələbatına uyğun möcüzə göstəriblər bu peyğəmbərlər. Və Həzrət Peyğəmbər də o vaxtı peyğəmbərlik elədiyi şərait dönəmdə oradakı insanlar söz əhli idilər. Şeir yazırdılar, şairlik eləyirdilər, ədəbiyyata üstünlük verirdilər. Və Quranın da bəlağəti, fəsahəti daha yüksək səviyyədə olmalı idi ki, bu ərəblərin yazdığı şeirlərdən seçilsin. Ərəblərə bir növ qeyri-adi görsənsin ki, bu söz adi bəşər sözü deyil və Qurani-Kərim hədəliyir, təhdid eləyir daha doğrusu. Buyurur ki, Qurani-Kərimdə Allah Qul in ictama'atil insu vel cin ala an ya'tu bimithli hadal Qur'an la ya'tuna bimislihi velau kana ba'duhum li ba'din zahiran buyurur. Deyir, əgər deyir, insan və cin tayfası bu Quranın bənzərini gətirmək üçün bir yerə toplaşsalar, onun bənzərini gətirə bilməyəcəklər.
Və law kana ba'duhum li ba'din zahiran. Deyir, hətta deyir, bir-birlərinə kömək eləsələr də belə bunun kimisini gətirə bilməyəcək. Və bu cür təhəddi ayələr var Quranda bir neçə dənə. Birini oxumaq məncə kifayət eləyir. Quran təhdid eləyir. Deyir, bir surə gətirin. Sonra deyir, bir neçə surə, balaca bir surə də olsa, Quran bu kitab kimi, bu Quran kimi bir kitab gətirin, təhdid eləyir insanları ki, bu cürə gətirir, sonra axırda deyir ki, gətirə də bilməyəcəksiniz. Yəni, əziyyət çəkməyinizə ehtiyac yoxdur, gətirə də bilməyəcəksiniz. İndi Quran-ı Kərim tək fəsahət cəhətindən demir ki, ərəblərin qarşısına çıxıb demir ki, ancaq fəsahət və bəlağət cəhətindən. Yox, Quranın başqa möcüzələr, Quran-ı Kərim bu sözü deməklə başqa möcüzələri də nəzərdə alır ki, yəni necə ki, mən digər möcüzələrlə, digər üstünlüklərlə gəlmişəm və sizə meydan oxuyuram. Siz də elə bir kitab gətirin ki, məndəki üstünlüklər sizin gətirdiyiniz kitabda da o üstünlüklər olsun. İndi bir nəfər durdu, məsələn, şeir yazdı, yazsın da məsələn. Gətirdiyi həmin o cümlə, gətirdiyi o kitab eynən Qurandakı kimi olsun. Yəni, eynən Qurandakı kimi olsun, yəni Qurandakı olan üstünlüklər onda da olsun. Quran hansı möcüzələrə toxunub, hansı möcüzələri gətirir və eynən o kitab da o cür fərqli bir formada bir möcüzələr gətirməlidir. Və biz ilk növbədə Həzrəti Peyğəmbərin şəxsiyyəti bizim üçün bir möcüzə olur. Quran-ı Kərimin bizə ecazlığında ilk növbədə Həzrəti Peyğəmbərin şəxsiyyət məsələsidir. Çünki Həzrəti Peyğəmbərin tarixdə heç kim deyə bilməz ki, Həzrəti Peyğəmbər kimdənsə dərs alıb, kimdənsə dərs öyrənib, bu olmayıb belə bir şey Peyğəmbərin həyatında. Və o vaxtı da ərəb müşrikləri də Peyğəmbər gözlərinin qabağında olub da, Həzrəti Peyğəmbər ömür boyu bir nəfərdən nəsə öyrənməyib, dərs oxumayıb, dərs almayıb Həzrəti Peyğəmbər. Və belə bir şəxsin bu cürə ayələri deməsi, bu cürə kəlmələri deməsi həqiqətən bir möcüzədir. Yəni, görürsən, hansısa bir şəxs danışır, gözəl danışmaq üçün, gözəl fikirlərini bəyan eləmək üçün xüsusi kəlmələrdən, xüsusi terminlərdən istifadə edir ki, qarşı tərəf baxanda bunu savadlı bilsin. Biraz terminləri çoxaldır ki, qoy daha da ziyalı bir şəxs kimi görsənsin. Və o terminlərdə oturur bəlkə də bir neçə saatlarla əzbərlikə bu termin budur, bu termini bu cümlədə işlədərlər, bunu burada deyərlər ki, durub danışanda bunu savadlı kimi qəbul eləsinlər. Və bəzən də görürsən ki, kimsə debata çıxır, xüsusi terminlər əzbərlikə güya da bu özün savadlı qələmə verməsinə, amma halbuki heç nə bilmir, heç nə oxumur, elmi səviyyəsi çox kasatdır. Həzrəti Peyğəmbər nə məşq eləyib, nə gedib bəlağət öyrənib, heç bir yerdə heç nə öyrənməyib. Belə bir şəxsin gəlib bu cürə ayələri deməsi bir möcüzə idi ki, adi bir dərs oxumayan bir şəxs gəlir bu cürə ayələri oxuyur. Və ondan sonra Quranın dediyi fəsahət və bəlağət cəhəti ki, bu da ərəb dilinə aid olan bir şeydir. Yəni, dursun indi bir dənə Çin gəlsin, desin ki, Quranın hanı fəsahəti, hanı onun bəlağəti. Yox, sən ged ərəb dilini birinci öyrən, ərəb dilinin ədəbiyyatı ilə tanış ol. Ondan sonra aç Quranı oxu, görəcəksən Quranın fəsahəti, bəlağəti hansı həddədir. Və digər möcüzəvi cəhəti Quran-ı Kərimin təlim və maarifçilik məsələsidir ki, o vaxtı ərəblər Ərəbistanda ədəb, əxlaq aşağı enmişdi və insanlarda bir insani dəyərlər aradan getmişdi. İnsanlarda artıq mənfəət önəm daşıyırdı. Mənəvi dəyərlər aradan getmişdi. Qızları diri-diri torpağa bastırırdılar. Yəni, bu cürə dəyərlər aradan getmiş bir dönəmdə Quran-ı Kərim gəlir, insanlara əmanətdarlığı öyrədir, qızlara hörməti, qızlara məhəbbət göstərməyi insanlara öyrədir və yaxşı əməllərə insanları sövq eləyir, təcavüzkarlığı onlara qadağan eləyir. Bu da Quran-ı Kərimin digər bir möcüzəvi cəhətidir ki, belə bir dönəmdə, yəni belə deyək də, məsələn, qızı
diri-diri torpaqda bastırmağı qeyrət hesab edən bir cəmiyyətdə Quran gəlirdi ki, yox, qızı torpaqda bastırmaq qeyrətdən sayılmır. Məsələn, fərz elə ki, bir cəmiyyətdə ki, ona çox önəm verirlər, ona çox dəyər verirlər. Bu, Qurani-Kərimin digər möcüzəvi cəhətidir. Və digər möcüzəvi cəhəti də hal-hazırda indi də, yəni belə deyək, məsələn bu saydıqları möcüzə ola bilər, kimsə tərəfindən desin ki, bu nəyi möcüzədir. Amma bu indi dediyim möcüzə, məsələn Qurani-Kərimin bu elmi məsələlərə toxunması həqiqətən indiki bir ziyalı bir insan üçün möcüzə sayılmalıdır və bunu qəbul eləməməsi təəssübkeşlikdən başqa bir şey deyil. Məsələn Qurani-Kərimdə elmi məsələlərə toxunması, baxırsan, görürsən ki, Quran o vaxtı 7-ci əsrdə o vaxtı elmdən, mədəniyyətdən uzaq düşmüş bir cəmiyyətdə böyümüş bir şəxsin belə bir məsələlərə toxunması, əlbəttə ki, bu şəxsin öz sözləridir, bu ilahi bir sözlərdir, Allah tərəfindən deyilmiş bir sözlərdir. Məsələn, elmi məsələlərə toxunan ayələrdən biri Hicr surəsinin 22-ci ayəsində Allah buyurur ki, və ərsəlnə riyahə livaqih, və küləkləri maylandırıcı olaraq göndərdi. O vaxtı tozlanma, o vaxtı nə bilirdi ərəb? Yəni mayalanma nədir, tozlanma nədir və yavaş-yavaş elm inkişaf etdi və elm sübut elədi ki, bitkilər və ağaclarda da mayalanma gedir. Amma o vaxtı bilinmirdi. 7-ci əsrdə belə bir mövzuya toxunursa bu kitab, deməli bu kitab Peyğəmbərin öz şəxsi kitabı deyil, bu ilahi bir kitabdır. Və yaxud məsələn o vaxtı Möminin surəsinin 12-ci və 14-cü ayələr 12-dən 14-ə qədər, 14-ə daxil olmaqla uşağın ana bətnindəki olan mərhələsindən danışır Qurani-Kərim ki, birinci nütfə halında olur uşaq, sonra ələqə halında olur, yəni yapışan laxta mərhələsində qan, yapışan laxta kimi mərhələ, ələqə, o formada olur. Ondan sonra mudğa olur, çeynənmiş ət parçası formada olur. Sonra sümüklərin yaranmasından danışır ana bətnində mərhələsindən ki, ərəbcəsində damun gəlir. Sonra sümüklərin ətlə örtülməsindən danışır, ləhim deyir ərəb buna. Yəni bu ana bətnində uşağın mərhələlərindən danışır. O vaxtı elm inkişaf indi məsələn hansısa bir həkim durub danışsa normal qəbul eləyirik. Məsələn WhatsApp-la kimləsə biz görüntülü danışırıq. Normaldır da, elm inkişaf edir, görüntülü danışırıq, dünyanın o başından bizim xəbərimiz olur. Bu indi adi qəbul olunur. 7-ci əsrdə elm elə də inkişaf eləməyən bir dönəmdə Quranın bu məsələlərə toxunması həqiqətən möcüzəvi bir şeydir. Yəni elmi bir məsələdir. Bununla bizə təəssübkeşliliyi biz kənara qoysaq görərik ki, Qurani-Kərimi Peyğəmbərə məxsus bir kitab deyildi. Bu ilahi bir kitabdır. Və digər Qurani-Kərimin möcüzəvi kitab olmasına möcüzəliyin göstərən digər bir məsələ də Qurandakı ayələrin arasında heç bir ziddiyyətin olmamasıdır. Məsələn, mən danışıram hal-hazırda, hansısa bir mövzu ilə bağlı danışıram, fikir bildirirəm. Bir 10 ildən sonra yenə də danışım həmin mövzu ilə bağlı. Hardasa bir-birinə zidd nəsə bir söz deməyi mümkündür, ehtimal çoxdur deyə bilim də. Və yaxud bir dənə yazıcı da əsər yazır. O yazısının yazdığı əsərdə ziddiyyətlər olacaq, yəni mümkün deyil olmasın. Ziddiyyətlər olacaq, hansısa termin digər termini əksi olacaq. Amma Qurani-Kərim 23 il ərzində tədricən nazil olub və heç bir ayə digər ayəni inkar eləmir. Heç bir ayə digər ayəni, daha doğrusu ziddinə deyil. İndi nasix, mənsux mövzusu tam ayrı bir şeydir. Onu inşallah gələn söhbətlərimizdə deyəcəyik. Amma belə ümumilikdə Quran özü ayəsi digər ayənin məfhumuna zidd bir söz deməyib. Bu ziddiyyətin olmaması bunu göstərir ki, bu ilahi bir kitabdır, bəşəri bir kitab deyil. Və digər qeybi məsələsi də Qurani-Kərimin, daha doğrusu möcüzəvi məsələsi də Qurani-Kərimin qeybi xəbərləridir. Və o vaxtı Qurani-Kərim qeybi məsələlərdən xəbər verirdi və hadisə də baş verirdi. Yəni. Məsələn,
Romalıların İranlılara qələbə çalacağı xəbəri məsələsində Allah buyurur ki: "Qulibatur Rum fi adlal ard və hum min ba'di qalbihim seyaglibuna fi bid'i sinin." Rumlar məğlub oldular ən yaxın bir yerdə. Lakin onlar məğlubiyyətlərindən sonra tezliklə qalib gələcəklər bir neçə il ərzində. Və tarix də göstərir ki, həqiqətən də Romalılar İranlılara qələbə çalır. Və yaxud başqa qeybi xəbərlərdə, məsələn, Həzrət Peyğəmbər Mədinəyə hicrət eləmişdi. Allah Qəsəs surəsində Peyğəmbərə buyurur ki: "İnnellezî farada aleykel Qur'ane leradduke ilə ma'ad." Şübhəsiz Quranı sənə vacib buyuran Allah səni qayıdacağın yerə yenə də qaytaracaq, Allah buyurur. Peyğəmbər elə Mədinədədir. Allah buna qeybi xəbər verir, qeybi məlumat verir ki, səni biz qaytaracağıq Məkkəyə təzədən. Baxmayaraq ki, sən Mədinəyə hicrət eləmirsən, elə bilmə ki, elə bir dəfəmlik daha Məkkəyə qayıtmayacaq. Biz səni Məkkəyə qayıdacağıq, qalib olacaqsan. Bu qeybi xəbərləri Allah Peyğəmbərə deyir. Bu, Quranın digər möcüzəvi cəhətidir. Mən elə biləm, Quran-ı Kərimin möcüzəvi cəhətləri kifayət edir bu qədərin demək. Yenə də deyirəm, elə hansı cəhəti bizi qane edirsə kifayətdir. Daha artıq durub biz möcüzə axtarmayaq ki, yox, yenə də möcüzə istəyirəm. Yox, bir dənə möcüzə kifayət edir ki, mənə nə lazımdır? Bu Quranın Allah tərəfindən göndərilməsinə inanım. Möcüzəni gördüm, bildim bir şey ki, o vaxtı 7-ci əsrdə elmi məsələlərə toxunub ki, bu günlərin təzə-təzə görürsən ki, elmi məsələlər kəşf olunub, 7-ci əsrdə Quran bu məsələlərə toxunub. Kifayət edir ki, Quran-ı Kərim möcüzəvi bir kitabdır. Hətta, məsələn, o vaxtı ərəblər üçün maraqlı deyildi uşağın ana bətinindəki mərhələ. Ərəb nə bilir orada hansı mərhələlər baş verir. Quran-ı Kərim bugünkü müasir insanı da nəzərə alıb deyə o məsələlərə toxunub ki, bu günlərin müasir elmdə inkişaf eləmiş insan Quran-ı Kərimi oxuyanda durub məsələn deməsin ki, mən nə bilim o möcüzə hadisədən əvvəl, qeybi hadisədən əvvəl gəlib bu ayə, sonra gəlib bu ayə ki, orada qeybi xəbər kimi gətirir. Onu mən özümə necə möcüzə qəbul eləyim bu ayəni. Quran gəlir, elmi məsələlər toxunur ki, yaxşı, onu sən möcüzə sayma, bu elmi məsələlər ki, möcüzədir. O vaxtı elm inkişaf eləməmiş bir dönəmdə bu ayələr Peyğəmbərin dilindən oxunub. Bu qədər, inşallah gələn görüşlərə dək. Sağ olun, Allahın amanında.